Gününüz nura boyansın. Çox hörmətli ANSMB televiziyasının izləyiciləri. Sizlərlə yenə ANSMB tribunası verilişinin günün icmalı rubrikasında görüşürük. Azəri Neytral Sərt Millətsevərlər Birliyinin ideoloji katibi Sərraf Azəri bəy mikrofon önündədir. Hörmətli izləyicilər, istəyirəm ki, sizləri bugünkü günün, yəni 6 may 2025-ci il tarixinin beynəlxalq siyasi icmalı ilə tanış eləyim. Beləliklə, ilk xəbərimizi Azadlıq radiosundan almışıq, onu təqdim eləyirik. Azadlıq radiosundan aldığımız məlumata görə Dağıstan Respublikasının paytaxtı Maxaçqala şəhərində yol polisinin 3 nəfər əməkdaşının ölümü ilə nəticələnən cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin yerli şöbəsindən verilən məlumata görə polis əməkdaşları yolda hərəkət edən avtomobili saxlatdırmağa cəhd göstəriblər. Sürücü isə əmrə tabe olmayaraq onlara atəş açıb. Hadisə nəticəsində zərər çəkənlər arasında təsadüfən yoldan keçən piyada, o cümlədən 12 yaşlı qız da var. Qeyd eləyək ki, atışmanın Maxaçqala şəhərinin Kərimov və Maqamed Tagirov küçələrinin kəsişməsində baş verdiyi bildirilir. Baza Telegram kanalının verdiyi məlumata görə hücum eləyən şəxslər 4 nəfərdən ibarət olub. Onlardan ikisi öldürülüb, ikisi isə qaçıb gizlənməyə müvəffəq olub. Növbəti xəbərimiz, hörmətli izləyicilər, İsraillə bağlıdır, onu təqdim eləyirəm. İsrail hərbiçiləri Qəzza sektorunda Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan Həmas qruplaşmasına qarşı əməliyyatları daha da gücləndirmək və genişləndirmək məqsədi ilə 10 minlərlə ehtiyatlı olan hərbiçinin orduya çağırılmasının başlanıldığını elan eləyib. İsrailin müdafiə ordusu Saxal bəyan eləyib ki, düşmən döyüşçülərinin darmadağın edilməsi və Qəzza sektorunda saxlanılan girovların qaytarılması məqsədi ilə təzyiqləri gücləndirir. Hərbçilər qeyd eləyiblər ki, ordu Həmasın bütün infrastrukturunu məhv eləmək üçün yeni rayonlarda əməliyyatlar keçirmək niyyətindədir. Xatırladaq ki, bu dəfə keçiriləcək hərbi əməliyyatlara Gideonun cəng arabası adı verilib. O da bildirilib ki, beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilmiş danışıqlarda tərəflər atəşkəs, o cümlədən 59 İsrailli girovun qaytarılması barədə razılığa gələ bilməyiblər. Kanal 9-dan aldığımız məlumata görə Həmasa qarşı müharibənin 577-ci günündə İsrail aviasiyası artıq Yəmənin Xudayat hava limanına minimum 9 güclü hava zərbəsi endirib. Amerika Birləşmiş Ştatlarının aviasiyası isə paralel olaraq Yəmənin Səna şəhərini bombalayıb. Ancaq bütün bunlara baxmayaraq, yekunlar barədə danışmaq hələ ki tezdir. Növbəti məlumatımız Vladimir Zelenskinin Çexiyaya səfəri ilə bağlıdır. İndi onu təqdim eləyirəm. Vladimir Zelenski Çexiyaya səfəri zamanı 9 mayadək Putinin atəşkəs etmək arzusunu şərh eləyib. O deyib, Putin çox istəyir ki, qələbə günü paradda tankları ilə lovğalansın. Ancaq o, bu barədə yox, başlatdığı müharibəni həqiqətən başa çatdırmaq barədə düşünməlidir. Və Rusiyaya qarşı sanksiyalardan əlavə daha 2 şey də zəruridir. Ukraynanın daimi dəstəklənməsi və bütün Avropanın müdafiə sahəsində nəzərə çarpacaq əməkdaşlığının artırılması. Rusiya dəqiq bilməlidir ki, Avropalılar özlərini müdafiə eləyəcəklər. Bundan əlavə Zelenski F-16 təyyarələrinin pilotları üçün Çexiya-Ukrayna məktəbinin yaradılmasını da bəyan eləyib. Hansı ki, o təhlükəsizlik mülahizələrinə istinadən Ukraynanın sərhədlərindən kənarda yaradılacaq. Zelenski həmçinin cəbhədə Rusiya tərəfindən dağıdıcı hərbi əməliyyatların sayının artdığına da diqqəti cəlb eləyərək bildirib ki, son günlər onların sayı 200-dən çox olub. Növbəti məlumatımız, hörmətli izləyicilər, Rumıniya ilə bağlıdır. Onu təqdim eləyirəm. Rumuniyada təkrar prezident seçkilərinin birinci turunda Rumunların Birliyi naminə Alyans partiyasının lideri
ultrasağ meylli avroskeptik George Semyon qalib gəlib. O, seçicilərin 41%-nin səsini qazanıb. Buxarestin meri müstəqil namizəd Nikuşordan isə ondan 2 dəfə az səs toplayıb. Seçkilərin 18 mayda keçiriləcək ikinci turunda Nikuşor və George prezident kürsüsü uğrunda mübarizə aparacaqlar. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump mayın ortalarında Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşməyin mümkünlüyü barədə bəyanat verib. Ancaq bu görüşün zəruriliyinə baxmayaraq, əslində heç kim Kremlin sahibini bunkerindən kənara çıxarmaq fikrində deyil. Odur ki, yayılan şayələr təsdiqini tapmayıb. Hörmətli izləyicilər, xatırladım ki, xəbər günü ərzində məlumat büromuza daxil olmuş bu ziddiyyətli statın mənbəyi Nexta telekanalıdır. Növbəti məlumatımız Fələstin yönümlü fəallarla bağlıdır, onu təqdim edirik. Fələstin yönümlü fəallar Hollandiyanın Wageningen şəhərində keçirilən ölkənin faşist işğalçılarından azad edilməsi gününə həsr olunmuş tədbirin gedişini pozmağa cəhd göstəriblər. Onlar Müdafiə Nazirinin çıxışı zamanı Fələstinə azadlıq və digər bu kimi şüarlar səsləndirərək çığır-bağır salıblar. Polisin müdaxiləsi ilə etirazçılar meydandan çıxarılıb. Məlumata görə polisin həyata keçirdiyi tədbirlər nəticəsində təhlükəsizlik maneəsini aşmaq istəyərək ictimai qaydanı pozan 5 nəfər şəxs saxlanılıb. Növbəti məlumatımız Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sobyaninin prezident Putinlə görüşü ilə bağlıdır. Təqdim edirik bu məlumatı. Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin ölkə prezidenti Vladimir Putinlə görüşü zamanı Moskva sakinlərinin orta ömür davamiyyətinin 80 ilə yaxınlaşdığını vurğulayaraq bunu dünyəvi nəticə kimi təqdim edib. O, həmçinin bildirib ki, hazırda Moskva öz inkişaf göstəriciləri üzrə Pekin, Şanxay və Tokyo kimi şəhərlərdən irəlidədir. Prezident Putin isə öz növbəsində qeyd edib ki, bütün bu imkanlar iqtisadiyyatın inkişafı nəticəsində yaranır və Moskva şəhəri öz sakinlərinin alıcılıq qabiliyyətinə görə dünyanın nəhəng megapolisləri sırasında New Yorkdan sonra ikinci yeri tutur. Növbəti bir məlumatımız da var, hörmətli izləyicilər, onu təqdim edirik. İndiki Zaman televiziyasının səhər proqramının verdiyi məlumata görə isə Moskva və Moskva tabeli ərazilərdə partlayışlar baş verməkdə davam edir. Buna görə də paytaxtın bütün hava limanlarında iş dayandırılıb. Qələbə paradı ərəfəsində artıq ikinci gecədir ki, hərbi təyinatlı pilotsuz uçuş aparatları dalbadal Moskvaya uçaraq hücumlar eləyirlər. Onlardan biri hətta Qızıl Meydanın 11 kilometrliyində yerə düşüb. Ancaq bütün bunlara baxmayaraq, Rusiyada parada hazırlıq məşqləri davam etdirilir. Məsələn, haradasa uşaqların iştirakı ilə marş keçirilir. İri şəhərlərdə isə məşq zamanı internet və mobil rabitə əlaqəsi kəsilir. Növbəti bir məlumatımız da var, onu təqdim edirik. Politolog Ivan Preobrazhenski jurnalistin əgər dronlar mayın 6-sında Moskvaya dək uça bilirlərsə, onlar mayın 9-unda da bunu eləyə bilərlərmi? Sualına cavab olaraq bildirib. Onlar nəzəri baxımdan mayın 9-unda da uça bilərlər. Ancaq Rusiya təbliğatı o zaman belə bir rəy yaratmaq istəyəcək ki, dronlar Moskvaya Çin Xalq Respublikasının lideri Xi Jinping də daxil olmaqla buradakı xarici ölkə liderlərinə sui-qəsd etmək üçün uçurlar. Və bu çətin ki, hazırki mürəkkəb şəraitdə Ukraynanın xeyrinə ola. Jurnalist isə aldığı cavabın müqabilində bildirib. Onda güman ki, Ukrayna Qızıl Meydanı vurmağa cəhd göstərməyəcək. Politolog Ivan Preobrazhenski jurnalistin söylədiyinə cavab olaraq deyib. Xeyr, Qızıl Meydanı vurmağın heç bir mənası yoxdur. Çünki 9 mayda Rusiyada vurulası o qədər hərbi hədəflər var ki.
Növbəti məlumatımız İranın Xarici İşlər Nazirinin səfəri ilə bağlıdır. Onu təqdim edirik. İranın Xarici İşlər Naziri Abbas Araqçı Pakistana səfər edərək Hindistanla münasibətdə yaranmış gərginliyin azaldılması üçün birgə fəaliyyət göstərmək məqsədi ilə bu ölkənin rəhbərliyi ilə daha doğrusu söhbət aparıb. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres isə New Delhi və İslamabadı hərbi qarşıdurmadan çəkinməyə çağırıb və təşkilatın gərginliyin azaldılmasına və vəziyyətin nizamlanmasına xidmət edən istənilən təşəbbüsün dəstəklənməsinə hazır olduğunu bildirib. Nəhayət, sonuncu məlumatımızı təqdim edirik, hörmətli izləyicilər. Rəsmi məlumata görə, ötən il Ukraynada müharibənin fonunda ölənlərin sayı doğulanların sayından 3 dəfə çox olub. Artıq qəbristanlıqlarda yer qalmayıb. Mərasim xidmətlərinin isə qiymətləri artır. Dəfn agentliyində çalışan bir şəxsin bildirdiyinə görə, əgər müharibəyə qədər dəfn xərcləri 8-9 min qrivin təşkil edirdisə, müharibədən sonra bu rəqəm 12 min qrivinədək yüksəlib. Hörmətli izləyicilər, ANSMB tribunasının günün icmalı, ANSMB tribunası daha doğrusu verilişinin günün icmalı rubrikasında növbəti görüşümüz başa çatdı. İnşallah yenə görüşərik. Hələlik isə sağ olun, salamat qalın.